Hər vaxtınız xeyir. Bugün çox maraqlı bir mövzuya toxunacağıq. Dünyamızı bəlkə də heç fərqində olmadığımız şəkildə formalaşdıran bir sahədən, turizmdən danışacağıq. Ona çox vaxt tüssüz sənaye deyirlər. Gəlin görək bu ad haradan gəlir və nə deməkdir. Yaxşı, bəs bugün nələrdən danışacağıq? Gəlin yol xəritəmizə bir nəzər salaq. Əvvəlcə bu tüstüsüz sənaye anlayışının nə olduğunu aydınlaşdıracağıq. Sonra turizmin iqtisadiyyatdakı roluna, yəni əsl bir mühərrik kimi necə işlədiyinə baxacağıq. Bunun ardınca bütün bu turizm ekosisteminin mexanizmini anlamağa çalışacağıq. Və təbii ki, səyahətin zamanla necə dəyişdiyini və bu nəhəng sənayenin hansı risklərlə üzləşdiyini də müzakirə edəcəyik. Elə isə gəlin başlayaq. İlk bölməmizdə bu tüstüsüz sənayenin nə olduğunu aydınlaşdıraq. Çox maraqlı səslənir, elə deyilmi? Amma gəlin görək bu ifadənin arxasında əslində nə dayanır və qlobal səyahətin təməli nədən ibarətdir. Amma detallara keçməzdən əvvəl bir anlıq dayanıb düşünək. Belə bir sual verim sizə. Heç fikirləşmisinizmi ki, sizin sadəcə bir tətiliniz bütün dünya iqtisadiyyatına necə təsir edə bilər? Bax, əsas məsələ budur. Turizmə tüstüsüz sənaye deyilməsinin səbəbi çox sadədir. Təsəvvür edin, ortada nəhəng zavodlar yoxdur, havaya zəhərli qazlar buraxan bacalar yoxdur, amma buna baxmayaraq ölkələrə çox böyük gəlir gətirən, güclü bir iqtisadi qüvvədir. Yaxşı, bəs necə olur ki, bəzi yerlər turist maqnetinə çevrilir, bəziləri isə yox? Dünya İqtisadi Forumu bunun sirrini bir neçə əsas amildə görür. Birincisi, siyasi sabitlik. Heç kim gərginlik olan yerə getmək istəməz, düzdürmü? İkincisi, güclü iqtisadiyyat və buna bağlı yüksək xidmət səviyyəsi. Sonra, əlbəttə ki, zəngin milli və mədəni ənənələr var. Və son olaraq, gözəl təbiət. Bax, bütün bunlar bir araya gələndə ortaya həqiqətən də cəlb edici bir turizm məkanı çıxır. İndi gəlin işin iqtisadi tərəfinə, yəni rəqəmlərə baxaq. Görək bu sənaye əslində nə qədər böyükdür və necə olur ki, biz ona planetin ən güclü iqtisadi mühərriklərindən biri deyirik. İnanın mənə, rəqəmlər sizi doğrudan da heyrətləndirəcək. Gəlin ilk rəqəmə baxaq. Söhbət sadəcə həcmdən gedir. Təsəvvür edirsiniz, pandemiyadan əvvəlki son normal ildə, yəni 2019-cu ildə dünyada təxminən 1,452 milyard beynəlxalq turist səfəri qeydə alınıb. Bu, demək olar ki, 1 milyard yarımdır. Həqiqətən də ağlasığmaz bir rəqəmdir. Və bu qədər çox səyahətçi, təbii ki, arxasında nəhəng bir işçi ordusu deməkdir. Dünya miqyasında 300 milyondan çox insan öz dolanışığını məhv turizm sektorundan çıxarır. Bu həqiqətən də böyük bir rəqəmdir. Gəlin bu rəqəmi biraz da sadələşdirək. Bu nə deməkdir bilirsiniz? O deməkdir ki, dünyada işləyən hər 16 nəfərdən biri məhz turizm sayəsində pul qazanır. Hər 16 nəfərdən biri. Bu turizmin insan həyatına birbaşa təsirinin nə qədər böyük olduğunu göstərir. Bəs gəlir baxımından turizm hardadır? Baxın, bu qrafik hər şeyi çox aydın göstərir. Qlobal miqyasda turizm gəlirlərinə görə yalnız neft və avtomobil sənayesindən geri qalır. Yəni, 3-cü yerdədir. Bu o deməkdir ki, turizm heç də kiçik əlavə bir sektor deyil. Əksinə, dünya iqtisadiyyatının əsas sütunlarından biridir. Yaxşı, bu sənayenin nə qədər nəhəng olduğunu gördük. Bəs bütün bu sistem necə işləyir? Sizin bir səfərinizin arxasında hansı mürəkkəb şəbəkə dayanır? Gəlin indi bu ekosistemin dərinliklərinə enək. Baxın, qlobal turizm axını əslində iki tərəfli bir yoldur. Bir tərəfdə Amerikalılar, Almanlar, İngilislər kimi daha çox səyahətə çıxan, yəni turist göndərən ölkələr var. Digər tərəfdə isə Türkiyə, İspaniya, İtaliya kimi milyonlarla insanı qonaq edən, yəni turist qəbul edən ölkələr dayanır. Bu, bir növ iqtisadi axındır. Bu prosesi xüsusilə də Avropada inanılmaz dərəcədə sürətləndirən bir hadisə oldu. Şengen sazişi. 1985-ci ildə bir neçə ölkə daxili sərhədləri qaldırmaq qərarına gəldi. Bugün isə artıq 26 Avropa ölkəsi bu zonaya daxildir. Bu nə demək oldu? O demək oldu ki, insanlar bir ölkədən digərinə pasport yoxlaması olmadan sərbəstcə keçə bildilər. Bu da regionda turizmə sözün əsl mənasında partlayış effekti verdi. İndi bir anlıq öz səyahətinizi düşünün. Siz bir bilet alırsınız, bir otel bron edirsiniz. Amma əslində dəstəklədiyiniz şey bundan qat-qat çoxdur. Getdiyiniz yerdəki taksi sürücüsündən tutmuş, yemək yediyiniz kiçik restorana, aldığınız suveniri düzəldən sənətkara, ekskursiyanızı təşkil edən bələdçiyə qədər. Bütün bunlar bir-birinə bağlı nəhəng bir zəncirvari sistemdir. Sizin xərclədiyiniz pul bütün bu şəbəkəyə yayılır. Amma zaman dəyişir, insanlar dəyişir və təbii ki, səyahət anlayışı da yerində saymır. Artıq köhnə turizm modeli, yəni klassik tətil anlayışı yerini daha fərqli, daha şuurlu bir yanaşmaya verməyə başlayıb.
Baxın, bu çox maraqlı bir təkamüldür. Uzun illər turizmin əsas formulu SSS modeli idi. İngiliscə Sea, Sun, Sand, yəni dəniz, günəş və qum. Amma indi yeni bir model ortaya çıxır. LLL modeli və bu model səyahətin gələcəyini müəyyən edir. Bəs bu LL nə deməkdir? Gəlin bir-bir açaq. Birinci L landşaft. Yəni insanlar artıq unikal təbiət mənzərələri axtarır. İkinci L öyrənmə, learning. Artıq sadəcə gəzmək yox, getdiyi yerin mədəniyyətini, tarixini öyrənmək istəyirlər. Üçüncü L asudə vaxt, leisure. Amma bu həqiqi, autentik təcrübələr yaşamaq deməkdir. Və ən vacibi, dördüncü L limit. Bu bəlkə də ən inqilabi yanaşmadır. Yəni, turist axınını məhdudlaşdıraraq həmin məkanları qorumaq, həddindən artıq turizmin, yəni over turizmin qarşısını almaq. Bax, bu sitatda həmin fikri çox gözəl ifadə edir. İnsanlar artıq daha az inkişaf etmiş, amma öz mədəniyyətini, ənənələrini qoruyub saxlamış bölgələrə daha çox maraq göstərirlər. Məsələn, Nepal, Peru və ya Qırğızstan kimi yerlərə səyahət edərək cilalanmış turistik məkanlar əvəzinə həqiqi və orijinal təcrübələr axtarırlar. Yaxşı, bu qədər müsbət tərəflərindən danışdıq, amma hər şey bu qədər sadə deyil. Gəlin indi də medalın o bir üzünə, yəni risklərə baxaq. Çünki turizm sənayesi nə qədər güclü olsa da, bir o qədər də kövrək və həssas bir sahədir. Baxın, turizmin ən böyük zəifliyi onun həssaslığıdır. Hər hansı bir bölgədə baş verən siyasi qeyri-sabitlik, münaqişə turizmi demək olar ki, bir anda sıfırlaya bilir. Yaxın Şərq və ya Afrikanın bəzi bölgələrində bunun şahidi olmuşuq. Və ya qlobal bir pandemiya, bütün dünya gördü ki, hər şey bir anda necə dayana bilər. Məhz buna görə də bir ölkənin iqtisadiyyatını tamamilə turizmindən asılı vəziyyətə salması çox riskli bir strategiyadır. Bütün bunlar bizi yekun bir suala gətirib çıxarır. Bəlkə də ən vacib suala. Gələcəkdə biz səyahətə çıxanda məqsədimiz nə olacaq? Məqsədimiz sadəcə yeni yerlər kəşf etmək, görmədiklərimizi görmək olacaq? Yoxsa getdiyimiz yerlərə qarşı bir məsuliyyət daşıdığımızı anlayıb, onları qorumaq üçün səyahət edəcəyik? Bu, düşünməyə dəyər bir sualdır.